İstədiyimi ala bilmirəm. Bu hiss boşluq hissidir. Boşluq hissi varsa, demək ki, istədiyinizi ala bilmirsiniz. İstədiyinizə nail ola bilmirsiniz. Başqa sözlə desək, xaricdən baxanda hər şey varmış kimi görsənir. Hər şey varmış kimi görsənə bilər. Pul, status, dostlar, uğur, uğurlu uğur. Amma içdən belə bir his var ki, elə bir ki, heç nə yoxdur. Hər şey olduğu halda heç nə yoxdur. Hər şey olduğu halda boşluq, natamamlıq, doyumsuzluq hissi davam edir. Yəni kənardan ideal görsənən həyatın içində belə daxildən bir çatışmamazlıq, istəyimizə çatmamaq, istənilənə çata bilməmək hissi mövcuddur. Bütün bunlar kifayət etmir kimi bir hiss yaranır. Bu nəyin nəticəsidir? Onun nəticəsidir ki, doğru istəklərdən qaçmaq yaxşı bir şey gətirib çıxarmır. Doğru istəklərdən qaçmaq heç də yaxşı nəticəyə gətirib çıxarmır. Hətta başqa uğurlarla, başqa nailiyyətlərlə, hər hansı bir müvəffəqiyyətlərlə onları doldurmağa çalışa bilərsiniz. Amma bu heç vaxt sizin əsl istəklərinizi tam şəkildə doldurmayacaq.